Salam əziz valideynlər və şagirdlər, səhifəmin izləyiciləri. Mənə gələn bir sualı cavablandırmaq istəyirəm. Yəni 6-cı sinif üçün bilirsiniz ki, monitorinq olacaq və mətnlərdən ibarətdir. Mətnləri necə yadımızda saxlayaq? Yəni informativ mətnlər olur, bədii mətnlər olur. İlk növbədə bu texnikanı deyirəm və yadınızda saxlayın. Video sona qədər dinləyin və bəyənin, abunə olun. Məsələn, tutaq ki, mətni birinci hər bir şagird oxuyur, sonra suallar keçir. Amma xeyr, ilk növbədə mətni oxumamışdan öncə suallara baxın. Və suallara baxan zaman mətni oxuyarkən artıq sizin beyninizdə cavablanacaq ki, bu sualda bu mətn bu suala uyğundur, bu var idi. Daha əvvəlki videoda paylaşmışdım, barmaq texnikasını izləməklə və yaxud abzaslara ulduz çəkməklə, sizə bilinir ki, vərəq veriləcək monitorinqdə. Evdə də məşq edə bilərsiniz. Hər hansı bir mətni qoyun, saniyə ölçəyini qırırsınız timeri və bu mətni öncə sualları oxuyub, sonra mətni işlətdir, daha asan və yadda qalan olacaq. Əminəm ki, bu video hər kəs üçün çox faydalı olacaq. Yəni, hansı şagird və yaxud da ki, valideyn uşağımın hansı mətndə çətinlik çəkirsə, mənim videomun şərh bölməsindən qeyd edə bilər.